Vaxtınız xeyir, hörmətli izləyicilər. Əgər sizin evinizdəki kombidə isti su normal qızmırsa və ya istilik radiatorlarda yaxşı qızma yoxdursa, bunlardan başlıca səbəblərin biri 2 esenjorlu kombilərdə bu 3 yollu blokun ərpləşməsi ola bilər. Hətta belə deyək, 3 yollu dəyişilsə belə o tam 100% problemi həlli demək deyil. Yəni baxın 3 yolun içinə. Bu ərplər açılıb təmizlənməsə və ya aparat vasitəsilə yuyulmasa, o da həmişə aparatla yuyulanda tam şəkildə yəni istiliyə nail olmaq olmur. Ona görə də ən məsləhətlisi bu bloku çıxarıb kənarda yumaq, 3 yolunu dəyişmək və əgər plak esenjor ərpilsə onu da yuyub təmizləyəndən sonra normal istiliyə nail olmaq olur. Sizin də bu kimi probleminiz varsa əlaqə saxlayıb usta xidmətimizdən yararlana bilərsiniz. Diqqətinizə görə sağ olun.